Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib ki, Moskva hər zaman İranı və onun qanuni haqlarını dəstəkləyəcək. Maraqlı bir belə açıqlaması var. Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi mövcuddur. Biz daim İranı və onun qanuni haqlarını müdafiə eləyəcəyik. Bu bəyanat İran-İsrail münasibətləri fonunda suallar doğurub. Belə ki, mümkün gərginlik və ya müharibə hallarında Rusiya İsrail ilə qarşıdurmaya girə bilərmi? Sözü gedən müqavilə nəyi nəzərdə tutur və bu proses ümumiyyətlə necə dəyərləndirilməlidir? Politoloqun açıqlaması var. Politoloq Elşad Həsənov bildirib ki, həm şimal, həm də cənub qonşularımız vəziyyəti gərginləşdirməyə çalışır. Sitat, avqustun 8-də Vaşinqtonda imzalanan sənədə Tramp dəhlizinin açılması uzun müddət heç bir reaksiya verilmədiyi halda indi buna qarşı olduqları ilə bağlı açıqlamalar səsləndirilir. Rusiya da həmin marşrutun Rusiya qazı olmadan işləməyəcəyini vurğuladı. Beləliklə, Rusiya və İran bir daha öz məqsəd və planlarını açıq şəkildə bəyan elədilər. Rusiya və İran arasında strateji müttəfiqlik mövcuddur, lakin 12 günlük İsrail-İran müharibəsi zamanı Rusiyanın rəsmi Tehrana real dəstəyinin şahidi olmadıq. İran rəsmiləri bunu açıq şəkildə dilə gətirərək iki ölkə münasibətlərində müəyyən soyuqluq yaratdılar. Daha sonra həmin sənəd yenidən imzalandı. Güya sabah Amerika Birləşmiş Ştatları və İsrail İrana hücum eləyərsə, Moskva ona dəstək verəcək. Bu dəstək maksimum silah-sursatla məhdudlaşa bilər. Rusiyanın İranla eyni cəbhədə Amerika Birləşmiş Ştatları və İsrailə qarşı vuruşması isə ümumiyyətlə inandırıcı deyil. Kreml heç vaxt buna getməz. Bu ritorika əsasən gələcəkdə Cənubi Qafqazda güclənməkdə olan Türkiyə və Türk dünyası birliyini sarsıtmağa hesablanıb, şimal və cənub qonşularımız prosesə ciddi hazırlaşırlar. Bu baxımdan Türk Dövlətləri Təşkilatı həmin siqnallara ciddi reaksiya verməli və müvafiq tədbirlər görməlidir. Politoloq həm də onu da qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin soyumasının əsas səbəbi Azal təyyarəsinin vurulması ilə bağlı tələblərimizin yerinə yetirilməməsi və istintaqın nəticəsiz qalmasıdır. Eyni zamanda Rusiyada yaşayan diaspor fəallarımızın şərlənərək həbs olunması, müxtəlif şəhərlərdə diaspor rəhbərlərinin Rusiya vətəndaşlığından məhrum edilməsi, onların əməklarına qanunsuz şəkildə əl qoyulması isə diqqət çəkir. Bütün bunlar onu göstərir ki, Ukraynada müharibə aparan Rusiya çirkin əməllərindən geri çəkilmir. Əgər Rusiya Ukrayna müharibəsini öz istədiyi kimi başa vuraraq qələbə qazanarsa, növbəti hədəf Cənubi Qafqaz və Azərbaycan ola bilər. Lakin Azərbaycanın güclü ordusu var və Türk Dövlətləri Birliyi də belə bir hücumun qarşısının alınmasında mühüm rol oynaya bilər. Bu səbəbdən İran və Rusiyanın bir-birinə sədaqəti və bizə qarşı ortaq maneələr yaratması absurddur. Azərbaycanın həyata keçirdiyi diplomatiya öz bəhrəsini verəcək və rəsmi Bakı bütün çətinliklərdən üzaq çıxacaq.